Birlikdə ofisə hazırlaşırıq. Demək, ofisimiz köçür gəncliyə. Bu səbəbdən artıq mənim üçün həyat çox daha rahat olacaq. Çünki hər insanlar mənə deyirlər ki, məsələn də sosial mediada mənfi rəy almaq məni bəs yormur. Çünki alıram sözün açığı, əslində YouTube-da belə gülmürəm falan. Taş güldürmüşəm video belə. Concealer çəkirib. Hanımın cavabını məndən çox gözləyən sevgili TikTok əhalisi çıxmayıb. Allah haqqı, mən də çıxsın istəyirəm. Çox mənim ki, imtahanlara belə hazırlaşıram. Yəni, sadəcə indi paylaşıram deyə sizə acayib gəlir. Bu arada 5 saat, 6 saat oxumaq məncə çoxdur bu arada. Yəni düşünün də, tək səfərə oturub oxuyursunuz onu. Mən TikTokda 2-3 həftədir yoxam da. Mən 2018-19 nə elə vaxtlardan bəri aslında videolar izləyirəm. Bu tam vaxtını bilmirəm, Cemre Solmaz, Mərvə Yalçın vaxtlarında. O dövr linç kültürü çox başqadır. O dövrlərdə mən də linç kültürü ilə tanış olmuşdum. Sosial mediaya girəndə linç edəcəyimi də bilirdim. Zaten linç etmək pis bir şeydir bu. Əslində qalsa onun üçün xeyirdir, çünki reklamın iyisi kötüsü olmaz. Onun səhifəsi daha çox izlənir. Və inanın mən siz onu linç edirsiniz, onun tərəfdaşı çıxanlar da çıxır deyə. Siz ona tərəfdaş olacaq insanların qabağında videolarını çıxardırsınız, yəni mənə linç edə bilərsiniz. Bir də videoya baxmışdım, deyirdi ki, düşün ki üstündə ağ bir köynək var və gəlib biri deyir ki, üstündəki bənövşəyi köynək o qədər çirkindir ki, görəndə ürəyim bulandı. Həyatımda belə çirkin bir köynək görməmişdim. Nə deyərsən məntiqə, mənim üstümdəki köynək o rəng deyil, ağ rəngdir. Nə danışır bu? Deyirsən düz deyil. Məndə də eyni kafa. Düşürəm, özgüvənli insan görmək biraz acayib gəlir, özünü özgüvənsizsənsə əsasən. Necə olurdu o insan özünü bəyənir, mən özümü bəyənə bilmirəm deyə insanlar kompleks eləyə bilirlər. Bunun da fərqindəyəm. Öz ürəyindəki yansıdır da. Dostlar, mən hazır gedirəm ofisə. İnsanların sizin haqqınızda nə düşündüyünüzü sallayın və öz keyfinizə görə yaşamağa baxın. Sağ olun.